get-gedə də cinayətin dinamikası aşağı düşür. Bəs gənclərlə bağlı, bu yeniyetmələr, azyaşlılarla bağlı vəziyyət necədir Ağdamda? İlqar müəllim, onu mən qeyd edeyim ki, 1986-cı ilə kimi mən götürürəm, yəni prokuror işlədiyim vaxtdan. Yəni mən qeyd eləmək istəyirəm, bu müddətə qədər əvvəllər hər ildə 13-17 arasında yetkinlik yaşına çatmamış şəxs bu və ya digər cinayəti etməyə görə məsuliyyətə cəlb olunurdu. Həmin müddətdən bəri isə və son vaxtı mən xüsusilə qeyd etmək istəyirəm, keçən ildə bir ildə ancaq bir nəfər yetkinlik yaşına çatmamış şəxs məsuliyyətə cəlb olunub, özü də ağır olmayan cinayətə görə. Bunun səbəbi də odur ki, doğrudan da bayaq dediyim kimi, yenə də o profilaktikaya qayıdıram mən. Hər ilin yanvar ayında biz orta məktəb direktorlarının, texnikumların direktorlarının demək istəyirəm ki, geniş ictimaiyyətin iştirakı ilə böyük, geniş tədbirlər plan işləyib hazırlayır. Orada bu və digər məktəblərdə, orta ixtisas məktəblərində prokuror, prokuror köməkçisi, prokuror müavini və digər işçilər tərəfindən hansı sahədə deməli, hüquq gecələri keçirilməsi, hüquqi söhbətlər aparılması müəyyənləşdirilir. Bu ardıcıllıqla da deməli, söhbətlər genişləndirilir. Bu da öz effektini mən deyərdim ki, verir və bizim bu göstərici də göz qabağındadır ki, son vaxtda da ki, dediyim kimi, keçən ildə, bir ildə ancaq bir az yaşlı cinayət məsuliyyətinə cəlb olunub, özü də ağır olmayan cinayətə görə. Aydındır. Daha bir sual. Dediniz ki, 11 ildir bu rayonda işləyirsiniz. Deməli, sizin bütün nailiyyətləriniz, uğurlarınız, uğursuzluqlarınız, ümumiyyətlə həyatınızın böyük bir, əhəmiyyətli bir parçası bu rayonla bağlıdır. Bax, bir yerdə işləməyin çətinliyi, 11 ildir ki, bir rayonda işləyirsiniz, üz-üzə yaşayırsınız. Bax, bir yerdə işləmək nə kimi çətinliklər və ya nə kimi üstünlüklər verir sizə? Müəllim, bayaq da siz dediniz bu sözü. Ümumiyyətcə, belə deyirlər ki, Ağdam rayonu əməliyyat şəraitinə görə mürəkkəb rayon. Mən etiraf edeyim ki, prokuror müavini işlədiyim müddətdə, köməkçi işlədiyim müddətdə və hazırda da ki, prokuror işlədiyim müddətdə mən Ağdam rayonunda işimlə bağlı elə bir çətinliyə rast gəlmirəm. Və onu haqlı dediniz ki, mənim bütün uğurlarım, müvəffəqiyyətlərim hamısı Ağdamla bağlıdır. 11-ci ildir mən Ağdam rayonunda işləyirəm və bu uzun müddətli bir rayonda işləməyin əksinə bir sıra cinayətlərin açılmasında, sonra profilaktik tədbirlərin həyata keçirilməsində və ümumiyyətlə prokurorluğun nüfuzunun artırılması üçün mənə çox böyük kömək edir. Mən burada heç bir çətinlik duymuram və o cəhəti də mən sizə deyim ki, prokuror elə bir vəzifədir ki, təkcə bu və ya digər cinayətin baş verdikdən sonra açılmasından mı deyim, bu və ya digər hüquq pozunun qarşısının alınmasından mı deyim, əlbəttə bu prokurorun bilavasitə sırf vəzifə borcudur. Amma prokuror vəzifəsi elə bir vəzifədir ki, işlədiyin rayonda gərək xalqla sıxı mənada təmasda olasan, onun xeyrinə, şərinə qarışasan. Və son vaxtlarda xüsusilə mən etiraf edeyim ki, yenidən qurmanın, aşkarlığın yeni mərhələsində bu və ya digər məsələlərdə prokuror deyərdim ki, yüksək mənada ağıllı olmalıdır. Cəmaatla daha yaxşı təmasda olmalıdır. Cəmaatın dərdinə qalmalıdır. Bu hərəkətlər olduqda, mən indi öz timsalımdan deyim sizə ki, bu saat Ağdam rayon xalqına, cəmaatın bu prokurorluğa böyük hörməti var. Prokurorluğun nüfuzu mən deyərdim ki, çox belə yüksəlib. Bunlar nə ilə əldə olunur? Nəyə görə əldə eləmişik? Ona görə ki, xalqla birgə addımlayırıq, xalqa arxa çeviririk və bu bizim də işimizə çox belə müsbət təsir edir. Bu günlərdə mən bir hadisəni sizə deyim. Rayonun Xındistan kəndində bir nəfər qız qaçırma halı var idi. Ümumiyyətlə, onun vəziyyəti necədir? Burada ənənəvi, tarixən Ağdamda, Qarabağda qız qaçırma halı çox olur. Etiraf edeyim ki, doğrudan da Ağdam rayonunda qız qaçırma halı xeyli var. Düzdür, hər ildən ilə bir qədər azalır, amma etiraf eləməliyik ki, var. Həmin o qız qaçırma halını ki, mən deyirəm, Xındıristanda var idi, o işə qarışdı
Oradan da müəyyən elədik ki, qız da, oğlan da bir-birini sevirlər. Valideynlər arasında olan narazılıq var və buna görə də bunlar pozulmaq istəyir. Mən buna şəxsən özüm qarışdım. Həmin kəndə getdim. Sovet sədrini, orada çox belə hörmətli bir kolxoz sədri var. Onunla oturduq, söhbət elədik. O, ailəvi olan o narazılığı götürdük və barışdılar. Və mən etiraf edeyim ki, söz də vermişəm, onların toyunda birinci katibdə mən də iştirak edib, orada öz xeyir duamızı da verməliyik. Bax, mənə belə gəlir ki, bax, bu hərəkətlər xalq arasında prokurorluğun daha da nüfuzunun yüksəlməsinə səbəb olur. Çox gözəl. Latif, nətərdir mən biləm? Öyle bu. Bilməm ki, Ben Türkçe'ne çevirip buna gelmezden böyle bazı bizim icralarına saçmalarından görürsün ve sizin celikleriydi. Onlar da təsdiq edərlər. Aha. Mən bu sizdə uğurlar. hə, Elə cəmaat. Biraz akıllılar. cəmaatla bağlı. Demirəm, bir də. Hə, deyəmiş. Amma o arxa çevirmək xalqa Bilirsən nətərdir? Bilirəm, O Azərbaycan bir dilində ayağımı iki saldım. mənada işlənir. Hə. İki mənada işlənir. Mən də ondan artıq onu fikirləşdim. Bir mənada pis mənada işlənir. Filankəs mənada alınır. Çevirmək mənada. Ondan üç çevirmək mənasında. Bir mənada isə arxanı inandığın adama çevirərsən ki, arxadan sənə vurmayacaq. Bax, hər iki mənada işlənir. Hə, o. İndi baxarıq onu. Bir Buyur, də İlqar. əgər elə bir şey olsa, Zaps gedir. Zakir müəllim, biz əlbəttə bura gəlməzdən bir xeyli götür-qoy elədik və fikirləşdik ki, bir cəmaatla görüşək. Ümumiyyətlə rayon prokurorluğu barədə onların da fikrini bilək. Həqiqətən elə rayonun partiya sovet təşkilatları da bu sadə cəmaatın özü də prokurorluğun işindən çox razılıq elədi. Elə ona görə də biz sizin bax bu fəaliyyətinizdə gələcək müvəffəqiyyət, gələcək uğur arzulayırıq. Sağ olun. Sağ ol. Siz yuqara baxın, belə baxın. Söhbət ediyorum. Hə, Onu mən değiştirdim. Tabanı tutun, iyi mənim. Göndü kesilsin. Siz əlime götürmədiniz. yox, yox. Tutmam. Düz deyirsən. Tutun, özün. Öyle oradan hər ikisi var. Cavanlar arasında cinayətkarlar. Bir de o Gorbaçov şekli götür. Az sonra. Bu zaten var. Ümumiyyətlə cinayətin azalması da. Azalması da, yetkin yaşına onların arasında Çox maraqlı. Bulaşlar da çok Çox veriyor. maraqlı. Əgər Bir benim. dəqiqə. Bax, bunun əlbəttə müəyyən dərəcədə bu prokurorun mən liberallıq demək istəmirəm. Nizam Pərvərliyinin humanizmindən gəlir. Digər tərəfdən də mənə elə gəlir ki, Bakıda necə görürsünüz? Bakı. Onu bir təxminən bilsəydim. Artım var. müəyyən rayonlar var ki, onlarda da bu şəkildədir, müəyyən Ha. rayonlar var ki, Onlarda biraz artır. Amma ümumiyyətlə Rusiyada kimi deyil. yox, Kollektiv cinayət. mütəşəkkil Zat mafiya deyirsən. mütəşəkkil Bu mütəşəkkil cinayət. Mütəşəkkil cinayət bizdən ümumiyyətlə Azərbaycanda, Azərbaycan üçün xas deyil. Azərbaycan üçün xas Zaten deyil. O reket zat. bu işi biraz bir daha söndür. Bizdə elə hər zam restoran özü reket. İlqar, qoy müəllim danışsın. İlqar, qoy müəllim danışsın. Yo, işığı kamera düşməsin o tərəf, o tərəfdə. Bu elə belə üstünə Hə, hə. o rəngarəng. Siz söhbət edirsiniz Əbət olmasa. İlqar başı da təsdiq edəcək. Rusiyada bu məsələ daha da gerekli formada kəskin şəkil alır, bizdə yox. İlqar Əlvən Ayaz verəcəm bana. Ne adamdır be, adamdır. Aha, görevini gösteriyor. İşte işgüzarlık da var. Daha sonrası necə olur? Yaxşı olar inşallah. Yaxşı olar inşallah. Bu qanunsuz silah saxlamağa görə də indi yəqin də heç kəs tutmurlar.